Salamlayıram hər birinizi yeni mövzu izahatından. Bugün sizinlə biz birlikdə İngiltərə mövzusunun ikinci hissəsi ilə davam edəcəyik. Danışacağıq bugün aqrar çevrilişdən, sənaye çevrilişindən və Böyük Britaniyanın 19-20-ci yüzilliklərdə siyasi, iqtisadi vəziyyətindən. İlk öncə başlayaq, aqrar çevriliş nə deməkdir? Qulaq asaq aqrar çevrilişə. Aqrar çevriliş odur ki, kənddə muzlu əməyin tətbiq olunduğu kapitalist münasibətlər sisteminə keçid. Yəni, aqrar çevriliş nə oldu? Kənd təsərrüfatında muzlu əməkdən istifadəyə keçid adlanır aqrar çevriliş. Əgər ki, bir nəfər muzlu əmək tətbiq edirsə, artıq bu kapitalist sistemini nəyə gətirib çıxarır? Aqrar çevrilişin baş verməsinə. İngiltərədə məsələ 16-cı yüzillikdə çəpərləmələrdən sonra kəndlilər neynədi? Təbəqələşdi və kəndləri təbəqələşmə nəticəsində orada torpaqsız kəndlər yarandı. Və biz dedik, oradakı torpaqsız kəndlər gələcəkdə nəyə çevirdilər 17-ci yüzillikdə? Muzlu işçilərə. Və həmən bu muzlu işçilərə gələcəkdə inqilabdan sonra yeni zadəganlar neynədilər? Gətirdilər öz fermer təsərrüfatlarında, öz manufakturalarında, gələcəkdə fabrik və zavodlarda muz pullarını ödəyirdilər və bunun nəticəsində nə baş verirdi İngiltərədə? Aqrar çevriliş. Aqrar çevriliş deyər və yaxud aqrar inqilab deyər, hər ikisi oxşar bir şeydir. Nə demək oldu? Təsərrüfatda muzlu əməkdən istifadəyə yer verilən kapitalist münasibətləri sisteminə keçiddir aqrar çevriliş. Davam elədik. Çəpərləmələr elə aqrar çevrilişin başa çatmasında belə deyək ki, ən böyük rola malik olan hadisədir. Çünki çəpərləmələr olmasaydı bu muzlu işçi hardan ortaya çıxacaqdı? Təbii ki, çəpərləmələrin nəticəsində bu muzlu işçi ehtiyatı yarandı və gələcəkdə də onların əməyindən istifadə olunaraq aqrar inqilab həyata keçirildi. Baxaq, bu dövrdə bir də bizim nələrimiz var? Landlordlarımız. Aqrar inqilabın gedişatında bir də landlordlar var. Landlordlar nədir? İnqilab nəticəsində bir xeyli torpaq satın alaraq iri torpaq sahiblərinə çevrilir bunlar. Və bu iri torpaq sahibləri nə edirlər? Öz torpaqlarını balaca ərazilərə bölərək yeni yaranan burjuaziya, yeni zadəganlara icarəyə verirdilər, arendaya və buradan götürdükləri pulla da özlərinin həyatlarını yaşayırlar. Və bunlar landlordlar öz torpaq mülkiyyətlərində yeni zadəganlar kimi nədən istifadə edirlər? Yeni texnikadan, muzlu əməkdən, texnologiyanın, yeni kənd təsərrüfatı məhsullarının bütün varlıqlarından, hamısından istifadə edirdilər. Landlordlar deməli nə oldular? İnqilabdan sonra yaranan iri torpaq mülkiyyətçilərdir. Öz torpaqlarını yeni zadəganlara filan icarəyə verirlər və onlar da təsərrüfatda muzlu əmək tətbiq edir və yeni texnologiyalardan istifadə edirlər. Keçdik sənaye çevrilişinə. Sənaye çevrilişi nədir? Sənaye çevrilişi yekə bir cümlə qısa şəkildə yadda saxlamanıza sizə nə deyirəm? Əl əməyindən maşın əməyinə keçid deməkdir bu. Qısa şəkildə budur izahı. Əl əməyini maşın əməyinin əvəz eləməsi adlanır dünya tarixində sənaye çevrilişi. Bayaq əl əməyinə əsaslanan nələr var idi? Manufakturalar. Düzdür? Bunlar ilk kapitalizm müəssisəsi idi. Artıq sənaye çevrilişi nə deməkdir? Manufakturalar yoxa çıxır, yerinə maşın əməyinə əsaslanan fabrik və zavodlar meydana gəlir. Ümumi baxaq, əl əməyinə əsaslanan manufakturadan iri maşınlı sənaye istehsalına keçid sənaye çevrilişi deməkdir. Davam edək. Sənaye çevrilişinin həyata keçirilməsində İngiltərədə hansı hadisələr buna mühüm rol oynamışlar? Yəni bu sənaye çevrilişinin baş verməsinə müsbət təsir göstərmişlər. Birincisi ən əsası inqilab nəticəsində kapitalist sisteminin inkişaf eləməsi. Bundan başqa aqrar çevrilişin baş tutması. Aqrar çevriliş İngiltərədə yadda saxlayın, sənaye çevrilişindən əvvəl baş tutubdu və 18-ci əsrə artıq gəlib çatanda hadisə ilə 17-ci yüzilliyin sonu 18-in əvvəllərində aqrar çevriliş İngiltərədə artıq başa çatmışdı. Və aqrar çevrilişin, aqrar inqilabın başa çatması gələcəkdə sənaye çevrilişində baş verməsinə təkan verir. Bundan başqa İngiltərə hökuməti öz iqtisadiyyatını himayə edirdi. Yəni öz tacirlərinə, öz fabrik zavodlarına lazım olanda pul yardımları edirdi. Bundan başqa ölkənin strateji coğrafi əhəmiyyəti. Ölkə çox yaxşı bir adada yerləşirdi və dediyimiz kimi adada yerləşməsi onu qitədəki müharibələrdən uzaq saxlayırdı Böyük Britaniyanı və bunun sayəsində Böyük Britaniya nə edirdi?
yerini göstərdik Böyük Britaniyanın. Adada olması nə şərait yaradırdı İngiltərəyə? Burada sənaye çevrilişinin baş tutmasına, aqrar çevrilişində rahat şəkildə baş tutmasına və həmçinin İngiltərənin ələ keçirdiyi ərazilər, yeni müstəmləkələr, hal-hazırda xəritədə gördüyünüz bütün qızartı olan yerlərin hamısı ingilislərin müstəmləkəsi idi 19-cu yüzilliyin sonunda. Yeni müstəmləkələrin ələ keçirilməsi də və oradan xammal mənbəyinin gəlməsi də İngiltərədə sənaye çevrilişinin başlamasına şərait yaradır. Keçid elədik. Sənaye çevrilişi 18-ci əsrin 60-cı illərində başlayır. Və ilk öncə sənaye çevrilişi hansı sahədə baş tutur? Yüngül sənayedir. Var yüngül sənaye, var ağır sənaye. Bunu da burada deyək artıq. Yüngül sənaye nədir? Yüngül sənaye odur ki, yeyinti məhsulları, yəni paltar, geyim məhsulları bunlar. Ağır sənaye deyiləndə neft, dəmir, elektronika, bu kimi şeylər, bunlar ağır sənayedir. Əsas ağırlıqla neft və elektronika ağır sənaye sahəsinə aiddir. Yüngül sənaye sahələri deyiləndə yeyinti və geyim paltarları nəzərdə tutulur. Və ilk öncə dedik sənaye çevrilişi harda baş tutur? Yüngül sənayedə. Yüngül sənaye sahəsinin hansı sahəsində? Təbii ki, ingilislərin ən sevdiyi iş toxuculuqdur. Toxuculuq sahəsində burada ilk öncə nə baş verir? Sənaye çevrilişi baş tutur. İlk dəfə burada maşın əməyindən istifadə etməyə başlayırlar və yüngül sənayenin seçilməsinin də ən əhəmiyyətli cəhəti bilirsiniz nə idi? İngilislər də məntiqlə fikirləşirlər. Yüngül sənaye az sərmayə tələb edir. Bura az kapital qoy, çox gəlirini qəşəngcə götür. Ağır sənaye qoysaydılar maşın əməyi, oradan belə deyək ki, ilk vaxtlar ziyanla çıxmaları daha böyük bir ehtimal idi. Ona görə də ilk öncə yüngül sənayedə başlayır sənaye çevrilişi. Davam edək. 1784 maraqlı bir hadisə. Dünya tarixində ilk dəfə buxar mühərriki kəşf olunur. Buxar mühərrikinin kəşfi ilə birlikdə ilk dəfə belə deyək ki, dünyada buxar mühərriklərindən istifadə edən ölkə İngiltərə olur və bu buxar mühərrikinin istifadəsi sənaye məhsullarının daha çox istehsal olunmasına gətirib çıxarır İngiltərədə və İngiltərədə bunun sayəsində varlanır. Davam elədik. Keçid edək İngiltərənin 19-cu, 20-ci yüzilliyin əvvəllərində vəziyyətinə. Baxaq, İngiltərədə hakimiyyət parlamentin əlində idi dedik 1689-dan etibarən və 19-cu yüzillikdə iki dənə partiya var. Liberallar və mühafizəkarlar. Liberal sözün mənası azad deməkdir. Mühafizəkar da yəni köhnəlik, yəni olan şeyi qorumaqdır. Baxdıq. Bunlar hər ikisi bir-biri ilə mübarizə aparırlar. Bugünkü dövrdə olduğu kimi necə səs vermə kampaniyaları həyata keçirilir, hər hansısa bir partiya səs toplayır, hökumət qurur. Eyni qaydada İngiltərədə ilk dəfə bu sistem, bu müasir dünyada səs vermə sistemi ilk dəfə İngiltərədə istifadə olunub. İki partiyamız var, liberal və mühafizəkarlar səs vermə yolu ilə qalib gələrək hökumət qururlar və bu dövrdə hələ də hakimiyyət parlamentdə iri torpaq sahiblərinin əlindədir. Və bir çox burjuaziyanın üzvləri hələ hakimiyyətdə təmsil olunmurlar. Sənaye burjuaziyası nə etmək istəyir? Yeni yaranıbdır bu sənaye burjuaziyası. Hakimiyyətdə təmsil olunmaq istəyir. İstəyir ki, onlar da hakimiyyətdə olsunlar, deputat olsunlar və öz maraqlarına uyğun olan parlamentdə qərarlar qəbul etməyə nail ola bilsinlər. Lakin buna hələ o vaxt icazə yox idi. 1832 1867. Yadda saxlayırıq. Parlament islahatları. Birinci parlament islahatı 1832, ikinci parlament islahatı 1867-ci ildir. Birinci parlament islahatına görə sənaye burjuaziyası artıq hakimiyyətdə təmsil oluna bilərdi. Sənaye burjuaziyası deməli öz məqsədini nə zaman çatdı? 1832 birinci parlament islahatında. İkinci parlament islahatında isə xırda burjuaziya və həmçinin belə deyək, fəhlələrin yüksək təbəqələri hakimiyyətə belə deyək də iştirak eləməklə yanaşı hakimiyyətdə iştirak yox. Daha doğrusu belə deyək, seçki hüququ qazandılar. Yəni onlar da artıq səs verə bilərlər. Beləliklə 1832-ci ildə sənaye burjuaziyası ilk dəfə hakimiyyətdə təmsil olunmağa başlayır. Yəni artıq deputat seçilə bilər onlardan bəziləri. Digər tərəfdən 1867-ci ildə isə xırda burjuaziya və fəhlələrin varlığı olan təbəqələri nə edə bilərlər? İştirak edə bilərlər, səs vermə hüququna malik ola bilərlər daha doğrusu.
Keçdik buradan da. Gələk 19-cu yüzilliyin əvvəllərində İngiltərənin iqtisadi vəziyyətinə. 1. İngiltərənin 19-cu yüzilliyin əvvəllərində ləqəb qoyublar. Dünya emalatxanası. Dünya emalatxanası çünki sənaye cəhətdən 19-cu yüzillikdə ən çox istehsal İngiltərə dövlətindədir. Ən çox sənaye məhsulu istehsal edib ixrac edən ölkə 19-cu əsrin əvvəllərində hansı ölkə idi? İngiltərə. Və buna görə də İngiltərəyə bu dövrdə dünya emalatxanası adı verilmişdi. Bundan başqa 19-cu yüzillikdə artıq sənaye inqilabı başa çatır. 18-ci əsrin 60-cı illərində başlayan o sənaye inqilabı ki var idi. Nə zaman başa çatır? 19-cu əsrin əvvəllərində. Və sənaye inqilabının başa çatması ilə maşınlı istehsalata keçid baş tutur. Tam şəkildə bütün ağır yüngül sənayenin hər növündə və daha çox məhsul istehsal olunur. Daha çox məhsul istehsalda təbii ki, İngilis xəzinəsinin ağzına qədər dolmasına gətirib çıxarır. Davam edək. Bu dövrdə təmərküzləşmə adlanan bir proses var. İzah edək. Təmərküzləşmə nədir? Bir kənd düşünün. 10 dənə market var. Bu 10 market deməyək, 10 dənə tutalım, bir şəhərdir. 10 dənə burada nə var? Balaca bir şəhər nəzərinizdə tutun. 10 dənə deyək, paltar dükanı var. İndi bu 9 paltar dükanı yaxşı satış edə bilmir. İflasa uğrayırlar. Neynirlər? Gəlirlər öz belə deyək ki, marketlərini, yəni dükanlarını gətirib satırlar digər ayaq üstündə qala bilənə. Həmən ayaq üstündə qala bilən dükan sahibi bunların dükanlarını satın alır və neynir? Tək başına artıq şəhərdə paltar satmaq işi ilə məşğul olur. Biz buna bir neçə dərs əvvəl inhisar olaraq da buna ad vermişdik. İnhisar nə idi? Hər hansı bir şeyin satışının və yaxud istehsalının bir nəfərin əlində cəmlənməsi. Təmərküzləşmə nədir? Təmərküzləşmə də inhisara oxşuyur. Nədir? Belə deyək ki, artıq müxtəlif sahələrin, müxtəlif peşə sahələrinin və yaxud da ki, müxtəlif fabrik zavodlar olsun və yaxud kənd təsərrüfatı sahələri olsun, onların bir qrupun əlində cəmlənməsi, iri müəssisələr şəklində cəmlənməsi. Tutalım, oba marketlər silsiləsini Azərbaycandan məsəl çəkək də. Məsələn, necə tutubdu? Əvvəllər bir marketlər olub, daha sonra neyniflər? Yavaş-yavaş öz rəqiblərini sıradan çıxarıblar və varlanıblar. Daha sonra neyniflər? Bir müəssisə ittifaqı qurublar, bir şəbəkə qurubdular. Bax, bu sistemə deyirik biz təmərküzləşmə. Təmərküzləşmə nədir? Ümumilikdə qısadaq, çox ətraflı oradan-buradan izah verdik. Təmərküzləşmə nədir? Bir şeyin, bir dükanın, bir şeyi satan, bir məhsulu satan 10 dükan varsa, bu 10 dükanın 9-u iflasa uğrayır və hamısı, bu məhsulun satışının hamısı keçir ayaq üstündə qala bilən dükanın sahibinin əlinə. Və artıq ayaqqabı dükanı əgər bir idisə, indi nəyə çevriləcək bu ayaqqabı dükanı? Əli bayaq bir dənə dükana sahib idi, indi 9 dənə dükan da satın aldı. Artıq nədir? Ayaqqabı dükanları zincirinə sahibdir. Ayaqqabı dükanları şəbəkəsi var artıq onun. O da adını qoyacaq bir dənə şirkətin adı Əli MMC və salam. Əli MMC nə bilim paltar dükanı. Bütün şəhərə o satacaq hər bir şeyi. Təmərküzləşmə ilə inhisar yəni deməli nə oldu? Eyni bir şey oldu. Nə olur təmərküzləşmədə? Xırda müəssisələr, orta dükanlar, xırda dükanlar iflasa uğrayır və başqa bir varlının əlinə keçir və beləliklə nə baş verir? İri müəssisələr halında cəmlənir. Kitabımızda veribdir ki, xırda orta müəssisələr sıradan çıxır və iri müəssisələr ittifaqı meydana gəlir. Buna deyirlər təmərküzləşmə. Yəni o xırda dükanlar hamısı bir-bir dağıldı. Yerinə varlı olanın dükanı qaldı. Varlı olan dükanda bunları satın alaraq nə etdi? Təmərküzləşmə prosesini başa çatdırdı. Bütün hər bir şey artıq satışı bunun özünün əlindədir. Bir şəbəkə yaratdı. Bu oldu təmərküzləşmə. Davam edək. Dünya emalatxanası, təmərküzləşmə prosesi, sənaye inqilabı başa çatıb 19-cu əsrdə İngiltərə iqtisadiyyatında bununla yanaşı ilk dəmir yolu. 1825 dünya tarixində ilk dəfə dəmir yolu burada çəkilir İngiltərədə və ilk dəfə qatarlar istifadəyə verilir. Bunun ilk qatarın, ilk dəmir yolunun çəkilişi Richard Trevithick'in adı ilə bağlıdır İngiltərədə. İlk buxar mühərriki ilə işləyən qatarı o hazırlayıb. Əvvəllər bu daş kömür mədənlərində
Yəqin ki kinolarda falan görürsünüzsə, orada yerin altında insanlar nə edirdilər əvvəllər? O boyda kömür çıxarırlar, onu yuxarı çıxartmaqdan ötəri ilk öncə dəmir yolu xətləri çəkirlər və həmin dəmir yolu xətləri vasitəsilə gün üzünə çıxarırdılar o kömürləri daha rahat, daha sürətli. Daha sonra Richard Trevithick fikirləşir ki, bununla insan da daşımaq olar da, daha böyük bir şəbəkə fikirləşək, daha böyük bir dəmir yolu xətti çəkək və şəhərlər arasında istifadəyə verək. Və onun fikri baş tutur. 1825-ci ildə ilk dəfə 47 saatda 47 kilometrlə hərəkət edə bilən adını istəyin qatar istifadəyə buraxılır və elə adını da raket qoymuşdular. Raket də nə deməkdir? Yəni sürətini nəzərdə tutaraq adını raket qoyubdular. Bəli, o dövrdə raket var idimi desəniz, yəni kosmos raketi yox, təbii ki, güllə mərmi nəzərdə tutulur. Top mərmilərinin raket olaraq, yəni onlara məlum idi, ingilislərə də, bütün dünya əhalisinə də. Beləliklə ilk dəfə 1825-də dünya tarixində dəmir yolu xətti çəkildi. Hansı ölkə? Təbii ki, yenə İngiltərə. 19-cu yüzilliyin əvvəllərindən çıxaq, keçdik artıq 19-cu əsrin ikinci yüzilliyinə. 19-cu yüzilliyin ikinci yarısında İngiltərənin xaricdə kapital qoyuluşuna görə heç bir rəqibi yox idi. Dünyada xaricə ən çox kapital qoyan ölkə İngiltərədir. Ən güclü donanma İngiltərədir. Bütün dünya bazarında ən böyük ağalıq İngilislərin əlindədir. İngilislərin bu dövrdə bizə mənfi xüsusiyyətləri var. Nədir? Kənd təsərrüfatı məhsulu istehsal eləməmələri. Çünki kəndlərin torpağı yoxdur. Bu bir. İkincisi, müstəmləkə var da. Müstəmləkədə onsuz kənd təsərrüfatı məhsulu istehsal olunur. Onu da gətirirlər öz ölkələrinə. Və öz ölkələrinə gətirdiklərinə görə də artıq kənd təsərrüfatı məhsulu istehsal etmək üçün bir səbəb qalmır və bu ingilislərin öz kənd təsərrüfatını zəiflədir. 1806 bir hadisədən daha danışaq, keçmədən unutduq. Qitə blokadası. Qitə blokadası nədir? Bu Fransa mövzusunda geniş danışacağıq. Napolyon ingilisləri, yəni özlərindən böyük rəqibi olan İngiltərəni məğlub eləməkdən ötəri qitə blokadası hazırlayır. Bu qanuna görə heç bir Avropa ölkəsi İngiltərə ilə iqtisadi əlaqə saxlamamalıdır, ticarət eləməməlidir. İngilisləri zəiflətmək istəyirdi, ticarətini, ingilislərin xəzinəsini boşaltmaq istəyirdi Napolyon, ancaq bilmirdi ki, İngiltərə ölkəsinin bir adı var. Üzərində gün batmayan ölkə. İngilislərin o qədər müstəmləkəsi var ki, oradan gətirdiyi ticarət, oradan əldə elədiyi gəlir, hər şey elə bəsdir. İngilislər buna görə bu dövrdə elə də çox qitə blokadasından əziyyət çəkmirlər. Əksinə olaraq Fransa bundan bir xeyli itkilərlə qarşılaşır. Bunu Napolyon mövzusunda daha geniş danışacağıq. O qaçaq malçılıq filan məsələləri, inqilablar, inşallah Fransa mövzusunda. Gəldik 1871. Davam edək 19-cu yüzilliyin ikinci yarısından Almaniya dövləti vahid şəkildə birləşdirilir. 19-cu əsrdə Almaniya İtaliya birləşir və Almaniyanın birləşməsindən sonra Almanlar sürətli şəkildə sənaye inqilabını belə deyək ki, baş tuttururlar. Artıq 19-cu əsrin 90-cı illərində Almaniyada sənaye inqilabı baş tutur və elə bir sürətli inkişaf götürür ki, Almanların sənayesi ingilisləri sənaye istehsalının həcminə görə rəqabətdə vurub sıradan çıxarırlar. 19-cu yüzilliyin sonlarında ən çox sənaye məhsul istehsal edən ölkələr sırasında birinci yerdə ABŞ, ikinci yerdə Almaniya, üçüncü yerdə isə İngiltərə gəlirdi. Halbuki 19-cu əsrin əvvəllərində dünya imalatxanası adlanan İngiltərənin heç bir rəqibi yox idi. İngilislərin Avropa qitəsində ən böyük rəqibi kim olur? 1871-dən sonra Almanlar və sənaye istehsalına görə, sənaye məhsul istehsalına görə onları rəqabətdə vurub geriyə salırlar. Davam elədik. Keçid edək 20-ci yüzilliyin əvvəlləri İngiltərənin belə deyək ki, iqtisadiyyatına. 20-ci yüzilliyin əvvəllərində London şəhəri dünyanın ticarət mərkəzi sayılır. Dünyanın ticarət maliyyə mərkəzi Londondur. İngilis pulu ən böyük pul vahididir. Bugün necə ki dollar ən böyük pul vahididir. O dövrdə ən çox tanınmış pul İngilis puluydu. 3. Burada kapital ixracına və ticarət dövriyyəsinə görə ən birinci sırada dayanan ölkə dünya tarixində olur İngiltərə.
Bir dənə hələ də sənaye istehsalının həcminə görə ABŞ və Almaniyadan geridə qalaraq dünyada 3-cü yeri tuturdu İngiltərə hökuməti. Bax, bunların adını çəkdik ya, bunları yadda saxlamaq, əzbərləmək lazımdır. Çünki qarşımıza gələn digər ölkələrində biz sənaye vəziyyətinə görə neçənci yerə olduğunu, kapital ixracına görə dünyada neçənci yerdə dayandığını öyrənəcəyik. İngilislər 20-ci yüzilliyin əvvəlində kapital ixracı və ticarət dövriyyəsinə görə 1, sənaye istehsalı həcminə görə isə 3-cü yerdəydilər. Bu əzbərə yadda qalır. Davam. Gələk İngilislərin işğalçılıq siyasətinə. 19-cu yüzilliyin əvvəlləri İngilislərin Avropada ən böyük rəqibi yaxın qitədə Fransa, daha sonra isə yaxın şərqdə isə ən böyük rəqibi Rusiya idi. Uzaqda Rusiya ilə müharibə aparır, Avropada isə Fransa ilə. Fransa ilə əsas mübarizənin səbəbi isə Osmanlının Misir torpaqları idi. Osmanlının Şimali Afrikadakı mülkləri bu dövrdə yaxın şərq məsələsi var idi. Yadımızda salaq 18-ci əsrdə yaxın şərq məsələsinə görə Osmanlı imperiyası bölüşdürülməli idi və Misir məsələsi üzərində İngilis və fransızlar arasında bir xeyli fikir ayrılıqları mövcud olmuşdu. Davam. Və bu dövrdə İngilislərin məşhur bir ləqəbi var. Üzərində gün batmayan ölkə. Çünki yer kürəsinin 2 yarım kürəsində İngilislərin torpağı var. Və heç bir zaman bir tərəfdə gün qalxırsa, digər tərəfdə gün batır və hər zaman İngilis imperiyasının üzərində gün çıxırdı. Buna görə heç vaxt üzərində günəş batmayan ölkə olaraq özünü tarixə yazdırıbdı İngiltərə. Bundan başqa İngilislər 19-cu yüzilliyin ortalarında dəqiqlə 1856 Hindistanın işğalını başa çatdırırlar. Əfqanistanı işğal eləmək planları suya düşür. Əfqanistanı müasir dövrdə heç bir ölkə işğal eləyə bilməyib hələ də. Bundan yanaşı bildik 1840-1860 təbii ki Tiryək müharibələri nəticəsində İngilislər Çini öz yarım müstəmləkələrinə çeviriblər və müstəmləkələrdən əldə elədiyi gəlirlər sayəsində İngilislər pula pul demirlər. Bununla yanaşı Osmanlı imperiyası. Bu dövrdə İngilislər 19-cu əsrin ortalarında Osmanlının ərazi bütövlüyünü qoruyurlar. Sual verirlər, bəs İngilislər Misiri işğal eləmək istəyirdi axı, niyə Osmanlının ərazi bütövlüyünü qoruyur? Çünki Osmanlı bu dövrdə zəifləyib və onun zəifləməsindən istifadə edən Rusiya Osmanlını sıxışdıraraq onun bütün ərazisini ələ keçirmək istəyir. İngilislər də Osmanlıya dəstək edir ki, neynəsin? Rusiya buranı işğal eləyə bilməsin. Və Krım müharibəsi var tarixdə 1853-56-da. Həmən müharibədə Osmanlının qalib gəlməsinin birbaşa səbəbi İngilislərin Osmanlıları müdafiə eləməsi olur. Ruslar burada ağır məğlubiyyət alır. Davam. Keçirik 1867-yə. 1867-də bir ikinci parlament islahatı var idi. Bir də indi bir məsələ. Dominion. Dominion nədir? Dominion özünü idarə etmə hüququ almış və öz başçısı kimi İngiltərə kralını tanıyan bir müstəmləkə ölkəsi deməkdir. İngiltərədə İngiltərə kralını özünü başçısı kimi tanıyan və özünü idarə etmə hüququ alan müstəmləkə adlanır Dominion. İlk Dominion isə olubdu Kanada. 1867-də ilk dəfə belə bir özünü idarə etmə hüququnu Kanada 1867-də alır. Və nəhayət İngilislər 19-cu əsrin 80-ci illərində Misri işğal edirlər. Misri işğal edirlər və bununla da artıq 19-cu yüzilliyin sonunda İngilislər dünyanın ən böyük imperiyasına çevrilirlər. Keçək 20-ci əsrin ilk müharibəsi. 20-ci əsrin ilk müharibəsi hansı müharibədirsə deyilsə, İngilis-Bur müharibəsi deyin. 1899-1902. Burlar kimlərdir? Burlar Avropadan Cənubi Afrikaya köçmüş Avropalıların nəsilləridir. Burada Cənubi Afrikada İngilislər müstəmləkə işğallarını genişləndirmək istəyir deyə müharibə baş verir. Cənubi Afrika ərazisini 1899-1902 İngilis-Bur müharibəsi nəticəsində İngilislər qalib gələrək ələ keçirirlər və 1910-cu ildə burada Cənubi Afrika İttifaqı adlanan bir dövlət quraraq buranı Dominion hüququ verirlər. İngilislər deməli 1910-da neynədi? Cənubi Afrika İttifaqını yaratdı və bura Dominion hüququ verdi. Birinci Dünya müharibəsinə indi gəlməmiş, çatmamış bir məsələ barədə danışaq. Antanta. Antanta nədir? Antanta
fransızca belə deyək, sülh deməkdir. Sülh tərəfdarı bu mənada nəzərdə tutulur. Sülh, saziş, belə deyək, səmimi saziş, səmimi bağlanmış bir müqavilə bu mənası verir. Antanta sözünün mənasını öyrəndik. Gələk Antanta kimə qarşı yönəldilmişdi? 19-cu yüzilliyin ikinci yarısında dünya yeni bir müharibəyə hazırlaşır. Dünya müharibəsi və bu dünya müharibəsində iki tərəf var. Antanta və Üçlər İttifaqı. Üçlər İttifaqı geniş şəkildə öyrənəcəyik. Hələ yadda saxlamaq istəyirsinizsə yadda saxlayın. Almaniya, İtaliya və burada deyək Avstriya, Macaristan. Antanta isə Rusiya, İngiltərə və Fransa qoşulur. Və bu iki hərbi blok arasında Birinci Dünya müharibəsi baş verir və tarixdə Birinci Dünya müharibəsi beləliklə başlayır. Antanta nə idi? Birinci Dünya müharibəsi başlamamışdan qabaq ingilislər almanları özlərinə böyük bir rəqib olaraq görürlər və almanlar görürlər ki, sürətli şəkildə inkişaf edir və ingilislərə dost lazımdır. Bunun üçün ingilislər nə edir? 1907-də gedirlər, ingilislər ruslarla saziş imzalayırlar və İngilis-Rus sazişinə əsasən Antanta ittifaqı tam şəkildə başa çatır. Biz çox qabağa getdik. 1907-dən əvvəl ilk öncə ingilislərlə fransızlar müqavilə imzalayır. Həmən bu müqavilənin şərtinə görə ingilislər Misri, fransızlar isə Mərakeşi ələ keçirmiş olurlar və hər biri bir-birinin əlini sıxır, köhnə düşmənçiliyi unudurlar. Beləliklə İngilis və fransızların tarixi barışması baş tutur. Neçə yüzillik boyu, 100 illik müharibədə, 30 illik müharibədə, nə bilim, Napolyon müharibələrində qabaq-qabağa gələn İngilis-fransızlar Antanta sazişini imzalamaqla 20-ci əsrin əvvəllərində barışırlar. İngilislər Misri, fransızlar isə Mərakeşi tutur. 1907-ci ildə isə İngilis-Rus sazişinin imzalanması ilə Birinci Dünya müharibəsinin əsas hərbi bloklarından biri olan Antantanın baş tutması, Antanta ittifaqının hazırlanması başa çatır. Beləliklə, biz sizlə bugün danışdıq İngiltərənin aqrar inqilabı, sənaye inqilabı, 19-cu 20-ci əsrin əvvəllərində iqtisadiyyatı və 19-20-ci yüzillik siyasi tarixindən. İkinci hissədə bundan yekunlaşdı. Ümid edirəm sizin üçün tam şəkildə açıqlayıcı oldu. Növbəti video izahatlarda görüşərik inşallah. Sağ olun, salamat qalın.